Həyatımızda buğa böcəyi ilə niyə qarşılaşırıq? Buğa böcəyi deyəndə ağlımıza ilk gələn şey 5 duyğudur. Dadmaq, görmək, toxunmaq və qoxlamaq. Yəni əslində həyatda bizə həzz verən və ya verməyən hər şeylə əlaqəlidir. Məsələn, gözəl bir qoxu hiss etdiyinizi düşünün, necə xoş hiss edirsiniz, ya da pis bir qoxu gələndə enerjiniz necə düşür. Buğa böcəyi məhz bu hisslərlə çox bağlıdır. Buğa böcəyi bizə keyfiyyət öyrədir. Getdiyi məkandan tutmuş, içdiyi suya, yediyi şinyata qədər hər şeydə zövq və keyfiyyət axtarır. Çünki həyatdan həzz almaq buğa üçün çox önəmlidir. Buğalarda keyfiyyət və zövq bir-biri ilə düz mütənasibdir. Bir buğa ilə vaxt keçirdikdən sonra siz də həyatınızda keyfiyyəti artırmaq istəyə bilərsiniz. Buğalar sadəcə zövq insanı deyil, əslində çox dözümlü, çox əzmkar insanlardır. Sadəcə hərəkətə keçmələri biraz zaman ala bilir. Bilirsiniz niyə? Çünki bir işə başladıqda onu sonuna qədər aparmaq istəyirlər. Hərəkətə keçmədən əvvəl tam əmin olmaq istəyirlər. Bu səbəbdən bəzən tənbəl kimi görünə bilərlər. Amma bir buğa istədiyi şeydən əmin olduqda və şərtləri yaxşıca ölçüb biçdikdə artıq onu əldə edənə qədər dayanmaz. Bunlar bizə çalışqan olmağı, istehsal etməyi, əzmli və dözümlü qalmağı öyrədirlər. Və əslində həyatda rahat və güvənli bir komfort sahəsi yaratmağın yolunun məhz buradan keçdiyini bizə buğalar öyrədir.